Yolüstü podkastına xoş gəlmisiniz. Mən özüm fikirləşdim ki, belə bir podkastın həm səyahətçilərimizə ehtiyacı var. Danışacaq çox şeyləri var əminəm. Ona görə bu gün ilk qonağımız Nahid Qorçuyevdir. Nahid, buyur özündən danış. Salam Sübhan, xoş gördüm izləyicilər də. Mən artıq 3-cü ilimdir ki, səyahət eləməyə davam edirəm. Bunu da sosial mediada, Instagramda paylaşıram. Əsasən Instagramda, TikTokda gördüm tutmur başımı buraxdım. YouTube'da da biraz belə, çox da YouTube yönümlü deyiləm hələ ki, gələcəkdə düşünürəm bu haqqda. 2024-də ilk dəfə səyahətim Macaristana olub. Ondan sonra Bunları mən sənə sual verəcəm. Sənin sualların var, 12 dənə sualım var. Yox, bir dənə oranı deyim. Tamam. Onu da başqa cür eləyim. Olar. 2024-də ilk dəfə Avropaya səyahət eləmişəm. Daha sonra bəzi ərəb ölkələri, Türkiyə və ondan sonra axırda Amerika və bu günə kimi də davamlı olaraq səyahət etməyə çalışıram. Mən düşünürəm ki, çox izləyicilər onsuz Nahidi Amerikadan tanıyıb, orada daha çox tanınmış olmusan o videolarla. Bizim ilk podkastımız olmağına baxmayaraq bizim artıq dəstəkçimiz, sponsorumuz da var. Triposel bizə dəstəyini göstərir. Triposel sizə xaricdə, Avropada gedirsinizsə əgər Triposeldən istifadə edə bilərsiniz. İnternet paketləri var, çox ucuz qiymətə. Girib özünüz baxa bilərsiniz. Bu arada mən də istifadə eləmişəm. Triposelə çox sağ ol deyirik. Başlayaq sualımıza. İlk sualım odur ki, səyahətə ilk dəfə necə başladın? Səyahətə ilk dəfə necə başladım? Mənim tək dərdim Amerikaya getmək idi. Onun üçün çalışırdım, vuruşurdum və ilk Amerika vizamı Çexiyadan almalıydım. Biraz qarışıq proses kimi görünə bilər. Elə qarışıq idi. Amma bitər. İlk səyahətim oldu Macaristana. Niyə? Səncə niyə? Niyə? Çünki ora getmək asandır. Ay sağ ol. Vizaya qardaşımız sağ olsun. Bəs ilk düşüncən Amerika olub yoxsa hansısa xarici ölkəyə getmək? Yox, mənim tək düşüncəm oydu ki, Amerikaya gedəcəm, Amerikada yaşayacağam, Amerikada qalacağam, Amerikada öləcəm. Mənim tək düşüncəm oydu. Düzdür, ondan sonra dəyişdi, onu da danışarıq fikirlərim. Bunu gerçəkləşdirmisən. Yəni həqiqətən hava olsun. Bəli. İkinci suala keçmək istəyirəm. Profilinə girəndə mən gördüm ki, ora yazmısan ki, yaşayışını axtaran bir gənc. Onu niyə yazmısan və yaşayış tapmısan? Sosial mediada çoxunluqla önə çıxmaq üçün biraz kontekstdən kənarmı deyim, daha fərqlimi görünməlisənmi deyim. Ona görə Instagram hesabımın biosunda belə fərqli olmağa çalışdım. Tək səbəb odur, birdən risk ağlıma gəldi ki, bu yaşayış axtarmaq söhbəti, amma sən onu məzəli formada yazırsan ora, insanların diqqətini çəkir. Əslində maraqlıdır. Çox adam mənə deyib, amma bu nə deməkdir? Bəziləri məzələnib, bəziləri bu nədir, bu niyə belə yazmısan falan. Çoxunluqla məqsədim o olur. İnsanları çəkmək üçün tək səbəb sırf Amerika olmasın da. Genel olaraq maraqlı insandır, vibe da verə bilim. Tək məqsədim o idi. Yəni tapmısan yoxsa yox? Yoxsa elə axtarışdasan? Ümumən tapmışam, hə. Ümumən tapmışam. Əla. Amerika kimi bir yerə tapmaq məncə mümkündür. Üçüncü sualım odur ki, Amerikada ən çətin uyğunlaşdığın şey nə olub? Ən çətin uyğunlaşdığım şey. Demirsən ki, hala bu nədir? Cultural shock deyirik də biz onlara. Nədə yaşamısan məsələn? Çoxunluqla mənim orada müsbət mənada dediyim o cultural shocklardan biri odur ki, insanlar bir-birinə aşırı çox hörmət edir. Yəni sən heç bir düşüncəyə görə orada yargılanmırsan. Ələlxüsusda ilk tanış olanda, ilk o düşüncəvi onlara deyəndə çox möhtəşəm bir şeydir. Buradan özgüvənsiz gedən hər adamın orada özgüvənli olacağına garantiya verir bu söhbət ki, möhtəşəm bir şeydir. Sən nəyi istəyirsən, necə istəyirsən ifadə edirsən ki, bəs mənim xasiyyətim budur, mən belə düşünürəm və s. və axır. Yəni nəyisə eləyəndə ona görə onlar çox relaksdırlar orada. Görürsən, belə çox belə rahat davranırlar. Səbəbi odur, yargılanmayacağını bilir. Yargılansa belə bu sadəcə sözdən o tərəfə keçməyəcəyini bilir. Çünki açıqdır ki, biz Azərbaycanda görürük, fiziki olaraq olsun, sözlü zaten demirəm. Biz müəyyən qədər psixoloji şeylərə uğrayırıq o barədə. Ona görə ən müsbət yönümlü cultural şokum mənim o olub və hələ də tək özlədiyim şey və möhtəşəm bir şey olduğunu düşündüyüm şey odur. Ki, insanların mentalitet fərqidir. Aizsi ol, bir-birlərinə davranışı və s. Daha çox Amerikanlıların belə şey olur, yoxsa daha çox orada xaricdə? Belə bir şey yaşamışdı bizim aramızda. Deməli, mənim off day-im idi, işləmirdim. Getmişdim uşağın iş yerinin yanına.
Azərbaycanlı idi. Danışırıq. Mənə şeydən danışdıq, Meksikanlılardan danışdıq. Çünki orada Meksikanlılar çox idi. Amerikanlı. Yox, Meksikadan köçüb gəlmiş ora insanlar və yaxud da nə bilim elə orada doğulmuş Meksikanlılar. Çünki üzlərinə baxanda belə Meksikanlı olduğunu normal olaraq anlayırsan. Ayırmaq olur. Təbii ki, 100%. Necə ki, nə bilim, siyahi insanlar necə ayırırsan Meksikan, Amerikanlılardan eyni ilə də. Yəni normalda Amerikan deyəndə nə yadla düşür çoxunluqla? Görünüş də ayrımı olur, yoxsa Görünüş də ayrımı olur. Aksent yoxdur, danışa bilmir. Danışa bilmirlər. Ya orada böyüyüb Meksikanlar ingiliscə danışır, ya da heç danışa bilmir. Yəni 90% danışa bilmir. Bəs sən özün çətinlik çəkdiyin aksentlərində, yoxsa ingilis danışmaqda, onların biraz aksentləri daha fərqlidir. Amerikanlı çətinlik çəkmək. Amerikalıların Onlarla ünsiyyətdə. Bu ağlımda qalsın, bu haqqda danışacağam. Bundan əvvəl nə danışırdım mən? Bundan əvvəl sualımız Barəsində getdi. Amerikada ən çətin uyğunlaşdığın şey nə oldu? Deməli, getdim uşağın iş yerinin qabağına. Orada söhbət eləyirdi yadi. Söhbət Meksikanlardan düşdü. Biz danışdıq ki, bu adamlar normalda biz bura gəlməmişdən qabaq Meksikanları çox belə vurdulu, qırdılı, nə bilmə təhlükəli adamlar bilirdik də. Mən və o elə fikirləşirdik. 3 nəfər idi hətta. Sonra dedi ki, biz nə ediyə gəlməmişdən qabaq. Biz də gəldik bura, uyğunlaşdıq, mindseti gördük. Bu daha yaxşıymış deyə düşündük. Ona görə o barədə düşünürəm ki, o sadəcə Amerikanlar belədir demək doğru deyil. Sən zaten oraya gelirsənsə, bir ildən sonra sən də Amerikan mindsetində olursan. O dərrakədə olursan. Mentalitetlərini sənə ötürə bilirlər onu. Niyə? Çünki müsbətdir. Çünki elə olmaq daha yaxşıdır məncə. Məncə də Amerika kimi bir yerdə mentalitetə düşünürəm ki, yaxşı olar. Bu 3 nəfər deyirsən, 3 nəfər Amerikanlılar idi, yoxsa başqa? Yox, üçümüz də Azərbaycanlı idik orada. Bəs bu düşüncəyə necə gəlmisiniz ki, Meksikanlılar bura gəlir vurdu-qırdı eləməyə? Yoxsa Amerikanlılar bu Bilmirəm, yəqin də kinolardan, sosial mediadan, bir yerdən adamın ağlında elə qaldı. Bilmirəm, bizdə elə qalmışdı. Bəlkə də, nə bilim, Amerikanı çox araşdıranda elə görürsən. Maraqlı iş öylədir. Keçirəm 4-cü suala. Sual belədir ki, sən gəzgin üçün kontent yaradırsan, yoxsa kontent yaratmaq üçün gəzirsən? Əslində, gəzməkdən xoşum gəlir. Amma əvvəllər mən content create üçün mövzu axtarırdım və bir neçə mövzu ağlıma gəlirdi, amma girmirdim ki, davamlı olmayacaq, davamlı olacaq bir şey axtarırdım. Sonra baxdım ki, Amerikaya gedirəm və mən davamlı olaraq orada qalmağı düşünürdüm. Amma sonradan öyrəndim ki, düşündüm ki, mənlik deyilmiş burası, qala bilməyəcəm mən burada. Niyə? Orasını danışarıq. Söhbət çox şey olur. Orada keçir. Söhbətin ardını deyil. Sonra gördüm ki, bəs Amerika mənlik deyilmiş və burada qalası deyiləm. Birdən fikirləşdim, əfsuda mənim kontentim bura qədər imiş, davamlı olmalıyım. Yəni özünün istəyinlə qayıtdın geri? Özümün istəyimlə qayıtdım geri. Maraqlıdır. Burada bir sualım var, onu verəcəm birazdan. Yəni sualla fikir tamamlayırsan, yoxsa sual verirəm? Yox, tamamlayıram. Ondan sonra fərqli ölkələrə də yenə gedəsi oldum və gördüm ki, bir şəkildə mən bu səyahət kontentini davam elətdirə bilərəm. Ona görə heç dəyişmədim heç yerdə, belə də davamlı şəkildə gedirəm. Bundan sonra da fərqli planlarım var. İnşallah ki, alınır. Yəni ümumi səyahət eləmək istəyirsən ölkələri belə, yoxsa harca ki, daimi qalmaq fikrin var? Yox, elə bir şey fikrim yoxdur. Azərbaycanda yaşamaq istəyirsən? Məncə hər hansı bir biznes qurmaq baxımından Bakıda o biznesi qurub gəzmək daha məntiqlidir. Ən azından bir nəbim 8-9 ölkə gəzib, bir 8 ay yaxın Amerikada da yaxın yox, elə 8 ay Amerikada yaşamış biri olaraq bu mənim şəxsi düşüncəmdir. Ola bilər, bəzi adamların fərqli düşüncələri fərqli ola bilər. Məsələn, Mahiri tanıyarsınız. Mahir. Amerikada yaşayan ya da Rövşən. Onlarla müəyyən qədər danışmaq belə, onların da az-çox eyni fikirdə olduğu qənaətinə gəlmək belə olduğunu düşündürür mənə. Həmçinin öz təcrübələrim zaten o heç də şəxsi təcrübən özünə bəsdir ki, mən belə düşünürəm, bu deməkdir ki, belədir. Amma digər insanlarla danışanda da ortaq düşüncəyə gəlirsən ki, həqiqətən də Amerika daim yaşanması bir ölkə deyil. Ən pis variantda maksimum 35-40 yaşına qədər yaşayarsan, sonra bir qayıtmalısan arxaya. Amma insanlarda belə fikir var ki, Amerika daha çox orada yaşamaq istəyirlər. Orada ikinci şans var, yaranır deyirlər. Şans yaranır. Şans verən ölkədir. Mən necə Amerikanın şanslar ölkəsi olduğunu gördüm. Fiziki olaraq bunu təcrübəsini eləmişəm. Amma orada davamlı yaşanarmı? Bu sual altında. Nəyə görə belə fikirləşirsən? Çox maraqlıdır. Amerika kimi
Məncə izləyicilərə də maraq olar ki, bu fikrə niyə necə gəlmisən? Bunu məncə ən birinci deyəcəyim odur ki, yaşamadan bilə bilməzsiniz, o başqa məsələ. Təcrübəni eləmək lazımdır. Amma nə bilim, bilirsiniz, buradan gedəndə hamı fikirləşir ki, ora getdim bombadır. Amma buradan itirəcəklərin ağlıma belə gəlmir ki, buradan nəyisə mən itirib gedirəm. Məsələn, burada bir şeyləri qoyub da gedirəm də. Mən onun dərdini də çəkəcəm orada. Yəni bunu düşünmürük biz. Bu hamı üçün individual, fərqli ola bilər. Yəni məsələn mən bir şey deyərəm, bu başqası bir şey deyər ki, bir deyər mən sevgilimi özləyirəm, bir deyər nə bilim, ailəmdən ötürü ölürəm, bir deyər vecimə görə deyər sırf o şəhəri üçün darıxıram, o maşınla çölə çıxdığım vaxtlar üçün darıxıram və s. nə bilim, hələ bir şey deyə bilər. Yəni ağlıma gəlməyəcək fərqli bir səbəbi olar hər kəsin. Yəni tək səbəbi yoxdur. Tək səbəbi yoxdur. O dediyim kimi individualdır. Amma bir şeylərdən ödün verib, qurban verib bir şeyləri gedirsən sən ora. Və ora gedəndə də tam maksimum dərəcədə sən pulu qazandın. Mən ağlıma burada 70-80 min manat olan maşını mən fikirləşdim ki, 2 ay 3 ay pulumu yığıb alaram da orada. O təbii ki 70-80 min manat deyil idi. Müəyyən qədər kömürlük səbəbi ilə daha ucuza gəlir Amerikada. Düşünürsən ki, 2 ay ala bilərəm də. Bir müddətdən sonra çox mənasızlaşır. Yəni bu yaşda mən ilk xarici çıxmağım 19 yaşımda olub, ilk Amerikada 20 yaşımda getmişəm. Hazırda 22 yaşım var. Və bir yerdən sonra bu yaşda bu qədər şey çatmaq səni başa salır ki, həyat müəyyən qədər. Bundan ibarət deyil həyat. Nə bilim, tamam, Mustang almaq, burada tanışım var, bir biznesi var, mənlə yaşıddır, Mustang aldı bu yaxınlarda, biznes qurdu da. Burada almağın həzzi başqadır. Gedib orada onu, nə bilim, kastir olaraq işləyib almağın söhbəti başqadır. Yəni sənə sıxan orada kastir işləməkdir, yoxsa necə? Yox, yəni maddiyyata tez çatırsan orada, maddi sıxıntı yoxdur, hə? Maddi yoxluğu orada tez gidərə bilirsən. Maddi sıxıntı yoxdur. Problem nədədir bəs? Problem odur, elə həyat boşluğa düşürsən ki, birdən nə oldu? Necə satdın mən bu qədər yüksəyə? Çox adam nəyə gedir? Amerikaya getməkdə 90% səbəb deməyən məncə yalan deyir ki, pula görə gedirəm. Mən başqa şey gedirəm. Deyənlər var, yəni, amma boş-boş danışırlar da, yəni nə bilim, bizə dənə tanışım var ki, pul vecinə deyil. Sırf insanlarını çox sevir, ona görə deyir ki, mən Azərbaycana qayıtmayacağam. Amerika insanların mentalitetlərini sevir, yəqin ki, onların daha... Amerikada deyil, Avropadadır bu dəqiqə. Fərqi yoxdur onun üçün. Yəni, Azərbaycanda olmayım, harada oluramsa olum. Azərbaycandakı insanları sevmir. Düşüncə tərzini sevmir. Mən də müəyyən qədər sevirəm, amma əgər burada yaşamağı seçmisənsə, ona müəyyən qədər öyrəşməlisən. Mənim şəxsi düşüncəmdir, yəni. Məncə sənin hədəfin balaca olub. Sən belə düşünürsən, yoxsa... Amerikaya getməmişdən qabaq, təbii ki, gəlib gəldikdən sonra da, yəni YouTube-da Amerika ilə bağlı içəriklər ürəkdən baxmadığım adam qalmayıb. Nə qədər kanal var ki, çoxuna baxıram. Azərbaycanlı yoxsa? Fərqi yoxdur. Yəni ingiliscəsində çox da şey deyil. Baxıram, amma bu mövzu daxilində deyil. Amma Türk və Azərbaycan, çünki çoxunluqla biz ora gedirik, gedəndən sonra content create edirik və elə bizim culture-larda yaxındır deyə Türkiyə ilə bura. Çoxunluqla oradan örnək verəcəm. Məsələn, Türkiyənin özündə, Azərbaycanda çoxunluqla yoxdur, 2-3 dənə. 3 nəfər var da orada mən bilən. Amerikada bizim. Bir Mahirdir, bir Rövşəndir. Bilən sən idin. Aktiv paylaşanlar. 3 nəfər bilirəm. Başqa bilmirəm mən. Sən də qayıtdın 2 nəfər. Yox, təzədən bu yaxınlarda viza almağa çalışıram, bunu da deyim. Amerikaya sən qayıtmaq istəyirsən, yoxsa qayıtmaq? Mən təməlli yaşamaq istəmirəm orada. Sadəcə dediyim kimi də. Sən heç yerə aid olmaq istəmirsən? Yox, mən burada yaxşıyam. Bura aid olmaq istəyirsən? Burada işim gücümü qurum, burada gəz də. Burada biznes qurub, gedib xaricə gəzmək istəyirsən, mən belə başa düşdüm. Onda sənin Amerikadan qayıtmaq üçün vizan bitir. Təbii ki, hə. 3-4 ay olur mənim vizam. 3-4 ay? Okay. Kəsirəm. Söhbət yarımçıq qaldı. Sən yadından çıxır, söhbət yarımçıq kəsilir. Hansı? Bu suala heç cavab vermədim. İntriqalı sual. Buyur. Türkiyədə bir kanal var, onun adını deyərəm, elə editdə yadıma salarsan. Burada görəndə verərəm sənə. Bir kanal var, orada baxıram, hər cürə, yəni həyat hekayəsindən danışır o. Amerikada türklərin, məsələn 20 il orada qalan var, 5 ildir gələn var, 40-50 ildir orada yaşayan var. 20 yaşında gəlib 70 yaşında da orada yaşamına davam edən insanlar var. Yəni bu tərz həm böyük şirkətlər qurub da orada yaşamağa davam edən şəxslər də var.
kiçik hədəfləri olub da orada yaşamağa davam edən şəxslər də var. Mən hər nə qədər fikirləşsəm də ki, hədəfim kiçikdir, bəlkə ona görədir, bəlkə davamlı olduqca, bəlkə bundan sonra bunu, bundan sonra bunu, bundan sonra bunu pilləkən kimi yuxarı çıxsam daha çox mənə şey olar. Tamam, bir stimul verir adama. Davamlı olursan. Amma o həzz, nə bilim, məndə ən azından maddiyyata qarşı qaçır. Atıram, milyon dollarlarım var mənim arxamda. Amma bir dənə söz eşitmişdim ki, deyir, sənə lazım olacaqdan çox pul yığmaq, səndən sonra gələcək nəsil üçün onu miras buraxmaqdan başqa bir şey deyil. Bu biraz daha sərt formada deyirəm, onu demədim. Biraz mənə çox məntiqsiz gəlir ki, bizim məqsədimiz müəyyən qədər həyat şəraitimizi düzəltməkdir Amerikaya gedəndə. Mən milyon dollarlıq şirkət kursam əgər, o pulla qazanmaq üçün çəkdiyim əziyyətin heç bir mənası olmur mənim gözümdə. Mənim şəxsi fikrimdir. Niyə hər səfərdə deyirəm şəxsi fikrim? Çünki Amerikada belə bir şey var ki, sənin şəxsi fikrinə hörmət eləyirlər. Yəni sən səhv belə düşünsən onların gözündə, ola bilər və s. deyil. Yəni səni bir növ pisləşdirmir, orada yargılamır orada. Çox möhtəşəm bir şeydir bu. Yəni ona görə deyirdim, insanların fikri önəmlidir. İnsanların fikri baxımından o mentaliteti gətirə bilsə Azərbaycana bomba bir yer olar bura. Qayıtsaq bu mövzuya, sırf mənim bu verdiyim sualla bağlı cavabım da bu olar ki, məncə mən ən azından mənim həyatımda hədəfimi çox böyük belə qoysam, çox da bir şey dəyişməyəcək. Yenə sən azla xoşbəxt olduğu fikirləşsən, yoxsa özün qoymaq istəyirsən? Baxır az kim nəyə deyirdi. Mən Azərbaycanda bir hədəfim odur ki, hələlik 30 yaşına qədər aylıq mənə 10.000 gəlir gətirəcək bizneslərim olsun. Bir yox, bir neçə dənə. Başlanğıc bir şey olur, ondan sonra davam məncə asan gəlir. Sənətlə bağlı, yoxsa ümumi? Hal-hazırda eləməyə çalışdığım şey, üstündə çalışdığım şey sənətlə bağlıdır. Amma gələcəkdə məsələn biri deyər ki, qardaş, bir dənə şey var, proyekt var, bu qədər pul lazımdır, gör nə edirsən. O ola bilər heç. Damdan görsən mərəm belə. Amerikadan pulla qayıdıb, biznes qurmaq istəyir. Belə. Məncə, bəs bir dənə sual verim ki, Amerikaya gedən hər insana şans verir. Amerika, ki, sən gəl burada milyoner ol, biznesi qur, gəl işlə, sən milyoner olacaqsan. Dözürsənsə, mən biraz İslam tərəfində var, bu qədər tərəfinə inandığım söhbətdə var. Olmayanda olmur, yəni ona çox da bir şey eləyə bilmirsən. Amma sən orada nə işləyirdin? Mən orada getdiyim yol ümumiyyətlə J1 vizası deyə bir vizadır. Bilənləriniz var hər halda. Work and Travel ilə getmişdim. Buraya ancaq tələbələr Work and Travel vizasını ala bilir. Mən də tələbə idim təbii ki də. Yaydan istifadə edirdim. Yayda gedirdim 3-4 aylıq. Onda sən daimi orada yaşamırdın? Yox, mən vizamla 3-4 aylıq yaşayırdım və bir həftə, 10 gün, 2 həftə ən sonunda travel eləyib elə qayıdırdım. Hara qayıdırdın? Azərbaycana? Azərbaycana. Qayıdırdım. Mən elə bilirəm sən orada daimi yaşayırdın. Yox, orada yaşayıb pulu yığırsan, şeyin məqsədi budur. Bu J1-ın Work and Travel məqsədi budur. İşlədin, pulu yığdın, sonra biraz da gəz Amerika daxilində. Həqiqətən şans yaradır insana. Yəni minimum 3-4 aylıq belə gedirsən, gör nə qədər böyük şans yaradır. Elə sən düşün ki, 5 il orada qalırsan, əziyyətlərə qatlanırsan, sonrası nə olar? İndi bu ikinci vizan çox olacaq, yoxsa yenə 3-4 ay? Yenə 3-4 ay, eyni. Sən tələbəsən hazır. İkinci deyil, mənim üçüncü olacaq bu. Ala bilsəm yenə. Tələbəsən hazırda? Bakalavr bitirmişəm, magister tələbəsiyəm. Əla. Keçirəm başqa suala, elə demək olar bu söhbət nə ilə gəldi? İnsanlar fikirləşir ki, Amerika dirimdir. Səncə doğrudur? Xəyallar ölkəsi deyirlər. Məncə ölür yavaş-yavaş. Əvvəlki kimi deyil. Ən basicdən tutsaq, biz əvvəl orada bir taksiçiliklə insanlar var idi ki, ailə dolandırırdı Azərbaycanda və özünə də orada pul xərclərini qarşılaya bilirdi və arxaya pul da ata bilirdi. Bu deyirəm 2016, 17, 18 civarı. 19-dan bəri bu yavaş-yavaş düşüşə keçdi. Məncə bu dəqiqə ən yerlərdə olduğu vaxtıdır. Ən azından girib Amerika feedinə baxsam belə Reels'larda hamı gas price-la şey eləyir, məzələnir orada ki, bu nədir? 1 qalon 5 dollar, 6 dollar, 800 dollar. Yəni gülün üstündə elə bir rəqəm olmayıb da tarix boyu Amerikada. Enflyasiya deyə bilərsən, dünyada bütün ölkələrdə var, amma Amerikada müəyyən qədər daha zibili çıxır getdikcə. Bu ifadəni bilmən şey eləyir. Daha çox qaçqınlara görə olur bu.
Yo, onun da çox da bir önəmi yox. Qaçqınlar olmasa Amerika batar. Amerikada 50 yaşlı xalanın belə baxsan 100 il əvvəlcədən kimisə İspaniyadan, nə bilim, hər hansı bir Avropa ölkəsindən durub qaçıb gəliblər Amerikaya. Oradan başlayıblar həyat qurmağa. Yəni qaçqınlar olmasa Amerikada bir şey olmaz. Yəni mümkün deyil. Amerikalı görürdün orada yoxsa çox az idi? Amerikalı baxır nəyə deyirsən? Yəni sırf qızıl dərilərdən nəsli gələn bir insan deyirsənsə mümkün deyil. Məncə mümkün deyil yəni. Amma əgər deyirsənsə ki, özü Amerikada doğulub böyüyübsə, hə bu o qədər. Yəni otaq yoldaşım var idi elə. Yəni onlar yaxşı işlə işləyir yoxsa belə normal işlər? Baxır da. Düşünürəm ki, daha böyük işlərdə işləyirlər. Çünki yerlidirlər. Yox, elə bir şey yoxdur. Yəni düz məsələn bir şirkətə getsən baxır yəni sənin tanış söhbəti var. Azərbaycanda sən bir şirkətə getsən, görsə tanışsan, məsələn mən tanıyır, səni tanımır, durub məni seçdi Azərbaycanda. Orada da eynisi var. Var? Yəni bu söhbət yoxdur deyə bir şey yoxsa da mifdir. Mümkün deyil. Yəni təbii ki də tanıyan adamı seçəcəkdir. Amma baxır sənin qoyduğun background daha böyüksə, məndə heç nə yoxdursa, təbii ki də səni seçəcək. Bu söhbət var. Amma Azərbaycanda mən düşünürəm ki, bu mənə qədər yoxdur. Azərbaycanda bilməsən də şərait yaradır, amma orada bilməsən, hə? Yox, bilməsən, yəni deyir ki, sən mənə heç nə qatmırsan, necəsən burada. Belə bir fərq var, amma orada da connectionlar təbii ki də önəmlidir. Maraqlıdır. Sən Ray-Ban-la daha çox çəkişlər eləmisən? Hə, o mənim biznes planım idi. Sosial media üzərinə. Ray-Ban yəni çox aktualdır indi Azərbaycanda da. Çox yavaş-yavaş asanlıq yaradır. Sən orada almısan yoxsa ora gedəndə aldın? Mən ora getməmişdən qabaq. İndi hazırda Ray-Ban-dir? Yox, deyil. Hə. Getməmişdən qabaq mən düşünürdüm ki, bəs bunu alıb da müəyyən kontentlər eləyə bilərəm. Gedəndən sonra risk yadıma düşdü ki, mənim bir planım var idi də. Tez sifarişi verdim, gəldi, başladım çəkməyə. İlk videom ya ilk idi ya da ikinci videomla 7 ya da 8 min takipçi gəldi. İnsanlar çünki görməyib, çox maraqlıdır. Eynən. Bu gözdən Azərbaycanı görmək. Həmin həyatı onlara POV olaraq yaşadırsan da. Çox maraqlı. Şəxsən mən özümə də maraqlıydım, mən baxırdım. Adamlarla danışırsan orada, nə bilim, orada yaşadığın culture-ı ona ötürürsən. Öz gözündən. Yəni birinci əldən ötürürsən, yəni möhtəşəm bir content ideyası idi. Belə burada Azərbaycanda da çox adamı tövsiyə edirəm. Hər hansı bir biznesiniz varsa, orada düşünüb bir şeyə inteqrasiya eləyə bilərsiniz. Azərbaycan çox bahadır. Orada neçə almışdın? Burada neçə 1000 manat satdı da. 1200-dən başlayır. Mən orada alanda sadəcə Gen 1 var idi. Bu dəqiqə Gen 2 də çıxıb, mən alıb gələndən sonra çıxdı. Səndə AI yoxdur, ağıllı funksiya. AI var, hər ikisində də var. Gen 1-də də var, Gen 2-də də var. Prosta Azərbaycanda aktiv deyil. İşləmir. Məsələn, orada deyirdin ki, "Hey Meta, what do you see in front of me?" Yəni o deyir qarşında nə görürsən, bu orada cavab verirdi mənə ki, hə bəs qarşındakı budur. Məsələn deyirsən ki, bugünkü outfitim necədir? Məsələn, xoşunuza gəlirmi? Ya da səncə bu yerə gedirəm, date-ə gedirəm. Outfitim gedir bu date-ə. O sənə onun cavabını verirdi. Yəni Hətta o maraqlıydı. Ha, maraqlıydı. Mən maraqlı ki, musiqiyə necə qulaq assam? Bu necə musiqi? Bu hissələrində belə speakerları var idi. O diktafonları var idi. Söz var idi yox, indi də var yəni. Sadəcə indi məndə deyil. Çox da möhtəşəmdir. Prosta qırağa çox səs verir o, yaxşı bir şeydir. Yoxsa bu insanın tək qulağına məncə səs gəlməz. Yəni mən sənin yanında olsam, eşidərəm də səsi yəqin. Böyük ehtimal. Böyük ehtimal elə eşidərsən. Baxırım şey nə qədərdir də. 100-ə qoysan eşitmə ehtimalın yoxdur. Mən elə bilirəm ki, tək sənin qulağına gəlir. 60-a qədər zət müəyyən qədər zəif gəlir. Ray-Ban çox maraqlıdır. Bu mənim də fikrimdə var əslində. Sadəcə mən fikirləşirəm ki, mən alana kimi çox şey olacaq. Çünki Azərbaycanda çox bahadır. Hə. Sən burada neçə almışdın? Basic $300 idi. Mən yox, 500 neçəsə. Hə, 500. Şey, amma mən $380 aldım. Rəngini çox parıldayırdım. Mat xoşlayırdım. Mat aldım. Bir də ki, kamerası gecə biraz daha yaxşı çəkirdi o birisinin nəzərən. 2 dənə plası var idi. Ona görə biraz $390 gəldi, çıxdı. Məncə yaxşıdır. Buradan kifayət qədər ucuzdur. Orada da pul bilmirəm, ən belə məşhur mağazalarda girirdin. Birinə deyir $500, birinə deyir $700. Baxırsan cibində var o pul onu almağa. Amma məsələn Azərbaycanda polo olsa, bilmirəm varmı? Olsa və oraya girsəz, bir dənə şeyin qiyməti 2-3 mindən başlayır hər halda. Bilmirəm, indi baxır da. Ən azından mənim orada gördüyüm elə idi. $300-500 başlayırdı. O da neçə 700-800 manat eləyir. Baxırdım ki, pul var, amma
Təbii ki, sən onu almazsan. Yəni o ən azından mən təbəqədə bir insan üçün onu almaq sərf eləməzdim. Niyə də alım ki? Şeydir. Nədir buranın adı? Hardaydı? Bazar var idi, həmişə məzələr idi. Nə bazar? Hə, bildim nə bazardır. O deyəsən sökülüb ora. Bilmirəm. Mən Nəysə. də sökülüb. İndi ekranda yazarsan. Oradan olsun daha məsləhətlidir. Amma Azərbaycan çox bahadır. Genel olaraq bir də onu da deyim ki, bilmirəm nə qədər $1000 mı yoxsa 1500 civarı mı bir paltara bəlkə də pul xərcləmişəm gələndə 2024-də. Burada? Yox, Amerikada. Və mən onun sadəcə $300-ını Amerikada, Azərbaycanda xərcləsəydim daha bomba şeylər alardım. İndi baxıram ki, 2 ildən sonra çoxunu geyinmirəm bu dəqiqə. Ya bir yeri sökülüb bir şey olub. Orada ən keyfiyyətli məhsullar dənəsi 300-400 ya da $500-dan başlayır ki, siz keyfiyyətli bir məhsul geyinəsiz. Növbəti sualım budur ki, Amerika ilə Avropa müqayisə etsən, insan münasibətləri baxımından ən böyük fərq nədir? Avropanı deyirəm, Azərbaycanı demirəm. İnsanlarında fərq. Fərq görürdün? Təqribən görürdüm. Avropada olanda insanlar çox soyuq idilər. Amma Amerikada, bəlkə də mənim yaşadığım yerdən asılıdır. Harada yaşayırdın? 2024-də New Hampshire, hansı ki Boston-a yaxın idi, məşhur bir yer desək. Keçən il isə Montana ştatında. Belə Yellowstone parkının düz yanındaydım. Orada işləyirdim, mən də orada yaşayırdım. Məşhur bir park, dünyanın ilk milli parkıdır. O hissələrdə, qıraq yerlərdə insanlar daha belə insansevər olurlar. Amma getdin New Yorka, orada daha çəkingən olurlar. Birinə söhbət etməyə çalışırsan, qorxurlar. Buyur. Qorxurlar. Niyə? Hər an hər şey ola bilər də. Yəni bir şey xoşuna, bəlkə də adam öldürən birisən, yəni çıxartdın. Çünki məncə New Yorkda daha çox turist çoxdur deyə, yerli insanlar azdır deyə. Genel olaraq yerlilər belə biraz şey olur. Qəribə mindsetdə olurlar. Ona görə yaşayanların çoxu, məsələn, milyonerlər tam oralarda yaşaya bilər. Onda məqsəd odur ki, biznes inkişaf. Miami'də yaşayırlar. Mən New Yorkda yaşayıram. Harda yaşayırsan? New Yorkda. Bax, qıraqda yaşanda daha şey olur. Avropa ilə də əlaqələndirsək, Avropada olanda çoxunluqla soyuq olurlar. Düzdür, hər Avropa ölkəsinin ilə Amerikanı qiyaslama olmaz. Sən hara ilə qiyaslayırsan ki, Amerika bura oxşuyur? Oxşuyur? Hə. Amerika oxşuyur. Yox, Amerikanın oxşadığı bir Avropa ölkəsi yox. Sən təkdir bu ölkə? Məsələn, Avstraliyada heç olmamışam, olmağı planlayıram, inşallah bu yaxınlarda olaram. Avstraliyaya oxşuyur deyə düşünürəm. Və mənə qədər Kanadaya da oxşuyur deyə düşünürəm. Başqa da belə UK-yə düşünməyin ki, oxşasın. Orada biraz Avropanın Amerikasıdır müəyyən qədər, biraz fərqli. İngiliscə danışırlar, amma Avropa tərzi insanlardılar, çox da şey deyil. Çox maraqlı bir dənə sualım var. Səyahətə başlamazdan əvvəlki Naid ilə indiki Naid arasında nə fərq var? Sən nəsə dəyişib, nə dəyişib məsələn? Əvvəl deyirdim ki, 30 yaşına qədər milyoner olacağam və bu mindsetdə davam edirdim 100%. Sən əvvəldən bu fikrin var onda ki, sən biznes qurmaq istəyirsən. İxtisasın marketinqdir. Yox, dizayn. Orada papda düşmüşəm aslında. Buyur. Deyirdim milyoner olacağam. Az öncə zaten videonun başında danışdığım bu fikirdən də bilinəcəyi üzrə niyə milyoner olmamalıyam fikrini orada öyrəndim və 2 dəfə gedib gəldim. Arada fərqli bir ölkələrə də gedib gəldim. Yəni sırf bir dəfə getdim orada Amerikada fikrim dəyişdi deyil. Genel olaraq onun üzərində yenə düşündüm. Milyoner olmağın biraz mənasız olduğunu gördüm. Öz employerim Amerikada, yəni mənə iş verən şəxs, müdürüm deyək, milyonerdir və onun yaşantısını gördüm. Daha sonra dostumun employeri milyarder idi. Nə bilim Miami'də, o bir ölkələrdə biznesləri var idi. Adamla danışdım, elədim. Müəyyən qədər düşüncə tərzim o yerdən sonra dəyişdi deyə bilərəm. Dostuma hətta $1 milyon investisiya təklif elədi həmin o milyarder. Çünki bu adam Azərbaycanda müəyyən qədər startapların içində idi. Çox belə girib satıb çıxmışdı. Hər şeyini qoyub danışmışdı ondan. 3-cü ilə hətta olacaq gelir. Biraz araya yaranmış da 1 milyon şey də aldı oradan. Baxın, buradan görə bilərsiniz ki, Amerika necə şanslar ölkəsidir. Bizim puluna 2 milyon var. Çox maraqlıdır. ABŞ-da təhlükəsizlik necədir? Özün rahat hiss edirdin yoxsa yox? Məncə ABŞ deyə bir şey yoxdur. Daha doğrusu Amerika deyə bir şey yoxdur. Amerika Birləşmiş Ştatları deyə bir şey var. Hər ştatın fərqli şey ola bilər. Safelik baxımından belə desək, fərqli ştatda safelik fərqli
idi. Bu zaten Sən qaldığın qaçılmazdı. yerdə rahat idi. Mən Gecə yaza bilirdin rahat. New York. New Yorkda İlk da- getdiyim yerdə də, ikinci getdiyim yerdə. Gəzirdim New Yorkda da. Prosta adam bir şey olur da. Uydu. Mən Çəkilirsən. bu yanındakı kimdir? Gəlməyi nə edə bilər bu dəqiqə düşünürsən. New Jersey-də o başıma gələn hadisə var ki, genel olaraq danışım, dalımıza adam düşmüşdü. Təsəvvür elə GTA-nın içindəsən. Bir yerdə də dedim, səhv getmişdim, taksidən səhv düşmüşdüm. Bir dənə qarajlar var idi üstə. Elə bir binadır, onun arxasına keçirsən. Keçdim, oradan qarajların qapısını salırdılar aşağı. Və mən baxdım ki, gedəcəyim yer buradır. Bunlar da mənə baxdılar. 3-4 nəfər idi, gangsterlər idi də. Baxdılar mənə, oydu dedim bura deyil. Aha da qaranlıqdır. Üzümü riskə çevirdim. Keçdim bir cavab arxadan qışqırırlar. Uydu. Qoy bir dənə qaçmağa qaçır, bir arxama it düşürdü. Səhv gəlmişəm amma. Qışqıra da düşüblər dalımıza, yəni biraz şeydi. Qaçırdılar arxanıza. Bilin qaçırdılar arxamıza. Encel nə deyirlər ona? Encelli belə sandalyası olur. Məndə dillər qarışıb bir-birinə. Əlil arabası deyirlər. Hə, əlil arabası. Onu sürüb o da ayrı bir dalımıza qaçırdı. Mən onu qoymuşam üstə o tərəfdəki benzin stansiyasına gəlirəm ki, girim içəri camı tutarsın. Riski taksi sifariş verdim. Amma yaxşıdan maraqlı yazında qalır. Olmasın onlardı. Geri qayıdın dediyin an olub. Demisən ki, ayda bu nə demək? Getdiyim ilk gün. İlk gün. Getdiyim Niyə? ilk gün. İlk 3 gün depressiyadaydım ki, oydu. Həqiqətən də mənim xəyalım mı idi ki, Amerikaya gəlmək. Mənim həyatda tək xəyalım olub, bundan da başqa olacağını düşünmürəm. Bəlkə də olar, bundan sonra bilmirəm. Amma tək xəyalım 17 yaşımda başlayıb bu xəyalım və 19-da gerçəkləşəcəyini ehtimalını əlimə alaraq 20-də bunu gerçəkləşdirmişəm. Və düşündüm ki, ilk getdiyim gün mənim illərdir xəyalını qurduğum şey buydu mu həqiqətən də? Və mən bunu qoyub geri qayıtdım. Bu təbii ki də bir dənə podkastda sığılası bir şey deyir. Əgər davamını istəyirsə yorumlara falan yazın, like-layın, göstərin bunu həqiqətən də. İkinci dəfə aid gəlsin. Davamında çox möhtəşəm şeylər danışa bilərəm. Hətta bütün xatirələrimi uzun-uzun belə danışa bilərəm. Yəni amma hə, ilk 3 günümdə depressiyadaydım, ciddi. Maraqlı. Amerikaya gedəsən depressiya düşürsən. Gəldim mən geri qayıtmaq istəyirəm. Baxsın indi davamını istəyirlərsə izləyicilər yazsınlar gəlim danışım. Bəs xəyalını gerçəkləşdirmirsən, bu həzzi yaşaya bildin? Ha, dibinə ki. Mən yəni hər il gedəndə heç vaxt yəni qaçırmayacağım şəhər New York olur. Yəni Hər dəfə gəlsən ora. Hər dəfə gedirəm bəyəndin oradır. şans var idi ki, əlimdə Kaliforniyadan Miami'yə falan getdim. Dedim başım mən gedirəm New Yorka. Yəni daha çox ora. New York var, bilirsən, gedirsən illik motivasiyamı alıb qayıdıram orada. Çox möhtəşəm bir yerdir. Həqiqətən şans varsa əlinizdə gedin, qaçırmayın. Mən açıq Amerika bəyənmirəm. Bilmirəm niyə. Çünki Olabilir. çox göydələnlər var. Mənə yerləri sevmirəm. Son iki sualımız qalıb, yekunlaşdırırıq. Son iki sualı da verim, Nahid cavablandırsın. Nahidə gəl görmək istəsəz kommentdə yazarsınız ki, Nahid gəlsin, biz də çağırarıq. Gəlin mənə Instagramdan da yazın. Hədəfin nədir? Tam olaraq nə etmək istəyirsən? Hədəfim nədir? Nə etmək istəyirsən? Hədəfim uzun müddətli hədəf qoymaq məncə məntiqsizdir. Qısa müddətli hədəfim odur ki, 25 yaşına qədər bir biznesi tutuzdurum. Biznes. 30 yaşına qədər də o biznesdə minimum 10.000 manat net gəlirim olsun. Bir sabit bir həyatımı qurum. 25-30 arası evlənə bilim. Evlənmək fikrim var onda. Hə, 30-dan sonrasını sonra fikirləşirəm də indi. Yəni sən biznesi qurub sadəcə səyahət eləməyə ayırmaq istəyirsən, yoxsa başqa ev alım, maşın alım? Evə heç həvəsim yoxdur. Maşına var həvəsim. M4 CS. Ya bu qədər netəm də. M4 CS. Evdə heç bu qədər hədəf şeyim yoxdur. Kirəyə qalsam da artıq da vecimə deyil yəni. Yəni məncə belə olmalıdır. Çünki biz daha əvvəl belə düşüncə gəlməliydik, amma xoşbəxtlik ki, Z nəsli gəlib. Axırıncı sualımız, Azərbaycandan çıxmaq istəyənlərə real məsləhətin nədir? Gəncsinizsə, kiçik proqramlar tapın, necə ki mən eləmişəm. Çıxın, məsələn Erasmus'un özüdür, Isaac falan var, ya da Work and Travel'dır, bunun Almanya Work and Travel'ı var, Amerika Work and Travel'ı var, ya da internship proqramları var. Ucuza səyahətin yolları ilk öncə gəncsinizsə budur. Vaxt mən qədər yaş keçibsə, bilmirəm. O barədə təcrübəm yoxdur. Pul eləyə bilirsinizsə çıxın mən qədər gəzin məncə. Yəni altınızda bir maşın varsa o bəsdir də. Ondan çox o tərəfə getsəz, mən düşünürəm ki, yenə mənası yoxdur.
hal-hazırda işlədiyim yerdə maşın Amerikadan maşın gətirirlər bura. Alqı-satqı söhbəti var. Demək olar bilmədiyim maşın qalmır. Bayaqlar Mustangdan gəlmişəm. Bir yerdən sonra görürsən ki, bir mənası qalmır. O necə mənası yoxdur deyirdim, çox da iləri getməyin. Burdan sonra belə müəyyən qədər anlamışam ki, həqiqətən də düzgün qərar verirəm, Nahid yolunda davam. Bəs izləyicilər səni niyə izləməlidir? Niyə səni takip etməlidir? Çünki bu biraz şey kimi çıxmasın, həqiqətən də müəyyən qədər elədir. Çoxunun bəlkə də heç vaxt getməyəcəyi ölkələrə getməyi planlayıram və müəyyən qədər getmişəm də deyə bilərəm. Məsələn, hara? Spoiler ver. Ən azından 2026 üçün hədəfim, bu viza deyirəm, viza söhbətlərini həll edə bilsəm, Avstraliya. Şimali Amerika yox, Cənubi Amerikadan bəzi ölkələri fikirləşirəm. Məncə Avstraliyadır. Yox, o başqa məsələ. O 2027-yə qədər olmalıdır zaten, olmalıdır. Amma 2026-dan danışıram. Oldu Nahid, səni çağırmaq xoş oldu ilk podkastda. Sevinirəm ki, sən gəldin. Təşəkkür edirəm. Çox maraqlı söhbət oldu. Podkastı sonlandırırıq. Bəyənib like etməyi unutmayın. Oldu. İkinci podkastda kimi görmək istəyirsinizsə, rəylərdə işarələyin, mən də çağırım. Hələ birincisi mənəmsə, düşünün bundan sonra kimlər gələ bilər.